Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemşerilerim. Bugün iki mövzunu biz iki mövzu barəsində danışacağıq və bu mövzuların biri deməli kondisioner üçün hansı en kəsiyində məftilin çəkilməsi və eyni zamanda da bəzi hallarda kondisionerin çöl hissəsindən balkona suyun axması barəsində danışacağıq. Çünki bu mövzular çox kiçik olduğuna görə biz onları birləşdirmək fikrinə gəldik. Məsələ burasındadır ki, yeni evlərdə hər bir kondisioner üçün ayrı-ayrılıqda avtomat qoyulur və hər bir avtomatdan da ayrıca olaraq kondisionerə qədər demək məftil çəkilir. Bəs bu məftilin en kəsiyi nə qədər olmalıdır? Hesablanmışdır ki, yəni 9-12 min butuluq bir kondisioner üçün 1,5-2,5 kvadrat millimetr en kəsiyi olan şunur bəs edir. 18 min butuluq üçün isə 2,5 millimetr bəs edir. 24 min butuluq isə 4 millimetr kvadrat millimetr, əlbəttə bu misdən gedir, məftil artıqlaması isə bəs edir. Bəs bundan artıq qoymaq bir zərər verirmi? Əlbəttə, zərəri nədir? Bizim cibimizə zərərdir. Yəni biz əgər deyək ki 1,5 kvadrat millimetr diametri tələb olunan bir yerə 4 millimetr kvadrat millimetr diametri olan bir deməli məftil çəkdiyimiz halda bunların qiymətində böyük bir fərq var. Amma insan deyə bilər ki, biz bunu bir dəfə çəkirik və illər boyu bundan istifadə edəcək. Mənim burada deyiləsi bir sözüm yox. Amma nominal olan bunlardır. İndi isə demək kondisionerin çöl hissəsində olan kranlardan suyun axması məsələsinə toxunacaq. Məsələ burasındadır ki, bu kranlar üçün təzə istehsal olunan, son illərdə bizim Azərbaycana getirilən kondisionerin demək olar ki, əksəriyyətində o kranların üzərini kapatan bir qapaq olur. Və əgər bu qapaq qapanıbsa, o zaman kranlardan balkonun üzərinə axacaq olan su həmən qapağın müvafiq yerindən kondisionerin çöl hissəsində, kompresor hissəsində olan yerə tökülür. Burada da əlbəttə ki kompresor işləyir, burada ventilator işləyir və orada suyun buxarlanması daha tez baş verməkdədir. Və belə olduqda da demək o kranlardan əmələ gələn su orada qısa bir zaman azında buxarlanır və dolayısıyla balkonumuza tökülür. Amma əgər suyun miqdarı çox olursa, o zaman həqiqətən balkona damması mümkün olur. Burada problem nədən qaynaqlanır? Əvvəla, baxmayaraq ki, bütün kondisionerlərin çöl hissədə olan suyun axması üçün yerlər nəzərdə tutulub, amma biz bilirik ki, bəzi vaxtı çox da keyfiyyəti yüksək olmayan kondisionerlərdə həmin qoyulmuş çıxar hissəsindən suyun axması görülə bilir. Amma bizim mövzumuz o deyil. Bizim mövzumuz bu problemin aradan qaldırılmasıdır. Yəni, kranların üzərində kondensat əmələ gəlirsə, nə etmək olar? Əgər onun qapağı varsa, biz qapağı yerinə taxırıq və qapağın elə taxmalıyıq ki, qapaqda qoyulan kanal kondisionerin içərisinə girsin. Amma əgər bu qapaq həqiqətən əvvəldən olmayıbsa ki, belə bir kondisionerlər var əlbəttə ki, o zaman biz həmən iki kranı izolyasiya materialı ilə örtülük və dolayısıyla onların üzərində kondensatın əmələ gəlməsini qabağını alırıq. Bununla da həmin problem həll olmuş sayılır. Bizə verilən suallara cavab verməkdə davam edəcəyik. Hər hansı bir sualınız olduqda çəkinmədən bizə yazın. Mən Yusuf müəllim, yəni mən sizə xidmət etmək istəyirəm. Sizə yardım etmək istəyirəm. Bu videolarda əsas məqsəd də nədir? Sizə yardım etmək, Allah rızası üçün sizə yardım etmək. Yəni, biz burada videonu çəkməkdə sizə yardım etməkdirsə, o zaman sizə bir sualınız varsa, o zaman sualı bizə verirsiniz və sualı vermək bizim də elmimizi artırır. Ola bilər ki, siz elə sual verəcəksiniz ki, bu sualın cavabını tapmaq üçün biz də
müəyyən miqdar özlərimizdə işləyəcək. Çünki sual vermək elmin yarısıdır. Bizi axıra qədər izlədiyinizə görə sizə təşəkkürümü bildirirəm. Mən Yusuf müəllim, Kondisionerlərin təmiri kitabının müəllifi. Əgər bu kitabı PDF formatında əldə etmək istəyirsinizsə bizə yazın. Biz mütləq sizinlə əlaqə saxlayıb o kitabı sizə göndərəcəyik. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.